Bir gün Şah vəzirdən soruşur, tərbiyə önəmlidir, yoxsa xarakter? Xarakter önəmlidir, Şah sağ olsun. Vəzir cavab verir. Şah onunla razılaşmır və ölkənin ən yaxşı heyvan təlimçisini tapıb onun yanına gətirməsini əmr edir. Şah təlimçidən bir heyvanı ən mükəmməl vəziyyətdə nə qədər vaxtda tərbiyə edə biləcəyini soruşur. Təlimçi 6 ay deyir. 6 ay keçir, hamı saraya toplaşır. Sarayın qapıları açılır. Təlimçinin tərbiyə elədiyi pişik arxa ayaqları üstündə qalxmış vəziyyətdə, əllərində içi şərabla dolu badələr düzülmüş padnosla saraya daxil olur. Şah bu mənzərədən məmnun halda vəzirə tərəf dönüb, bu da sənə tərbiyənin xarakterdən üstün olduğuna sübut deyir. Bu zaman vəzir cibində gizlətdiyi sıçanı ehmalca yerə buraxır. Sıçanı görən pişik padnosu ataraq sıçanın dalınca qaçır. 6 aylıq tərbiyə bir anda boşa gedir. Vəzir şaha tərəf dönüb, xarakter üstündür, şah sağ olsun deyir. Birini nə qədər tərbiyə edirsən et, o sonunda yenə xarakterinə görə davranacaq.